Putin Trampın bu təklifini rədd elədi. Zelenski liderlərdən kömək istədi. Ukraynanın 10 ədəd Patriot hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Report Interfax Ukraynaya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodymyr Zelenski ölkənin müdafiəsi üzrə təmas qrupunun 27-ci iclasının iştirakçılarına müraciətində bildirib. Bugün sizinlə Kryvoy Rogdan danışıram. Bu şəhər demək olar daimi hava hücumu həyəcanı siqnalı ilə yaşayır. Pilotsuz uçuş aparatları və ya Rusiya raketlərinə görə ən təhlükəli təhdid ballistik raketlərdir. Bizim insanlarımız, uşaqlarımız bir çox şəhərlərdə və kəndlərdə hücuma məruz qalır. Dnepr, Kryvoy Rog, Nikopol, Poltava, Nikolayev, Zaporojye, Sumy, Xarkov, Odessa, Çernigov və bir çox başqa şəhərlər. Onların hamısının Rusiya raketlərindən müdafiə olunmağa ehtiyacları var. Bilirsiniz ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə bağlı çatışmazlığı var və bilirsiniz ki, Patriot sistemi ballistik təhdiddən effektiv qorunmanı təmin edə bilər deyə o qeyd edib. Dünya liderlərinə müraciət edən Zelenski vurğulayıb ki, Ukrayna müxtəlif şəhərlərə ən azı müvəqqəti mühafizə təmin etmək üçün mövcud sistemləri ölkə daxilində hərəkət etdirməyə, daşımağa məcburdur. O, liderlərdən ilk növbədə Ukraynanın hava hücumundan müdafiəsinə diqqət yetirməyi xahiş edib. 10 Patriot sistemi. Azad dünyada bunlar var. İndi onların sülhün xeyrinə işlədilməsi üçün siyasi qərarlar lazımdır. Bizə nəticə lazımdır deyə dövlət başçısı vurğulayıb. Prezident həmçinin xatırladıb ki, bugün Rusiyanın Amerika Birləşmiş Ştatlarının tam və qeyd şərtsiz atəşkəs təklifini rədd etməsindən düz bir ay keçir və müharibənin yeganə səbəbkarının Rusiya Federasiyası olduğu tamamilə aydındır.